8 yaşına qədər səhv etmirəmsə olan ailələrə bir atanın işləməsi kifayət edir və bu da normaldır. Üzr istəyirəm və real yanaşmadır. Ona görə ki, atalar yetmir. Vallah bunların əlindən qara günə qalmışıq. Biri çıxır deyir ki, sən də oxuyaydın, ali savad alaydın, 5-6 min manat pul alaydın. Biri Molotov kotleti deyir. Biri deyir ki, suyun ölçü vahidi vedrədir. Günay Ağamalının 5-6 min manat o vaxt maaş alan, rəhmətli atası da o vaxt demişdi ki, mən evimə 1 kilo cila sala bilmirəm. İndi də qızı deyir ki, tək atanın işləməsi 8 yaşa qədər uşağı olan ailəyə yetərlidir. Mənə ən çox təsir edən bu kəlmə oldu. Yoxsa uşaq pulu və tənbəlləşmə yox. Milli Məclisdə dəyərli vəkillərimiz var. Amma Günay Ağamalı və bəziləri qadanız alım danışmayın. Oturun sakitcə öz kreslonuzda. Nə qanun qəbul etsələr, başınız çıxsa əl qaldırın, çıxmasa da baxın sağa sola. Gördünüz, hamı əl qaldırır, siz də qaldırın. Maaşınızı alın, gününüzü keçirin, balalarınızı dolandırın. Amma ağzınızı açmayın, qadaz alım. Danışdıqca millətin vəkili adını ucuzlaşdırıb heçə indirirsiniz. İlk iclasda prezidentimizin çıxışında necə yatmışdınızsa, indi də elə yatın. Tək atanın işləməsi 8 yaşlı uşaqlara qədər yetərlidir sözünü hansısa həkim, müəllim desəydi, mən heç ağzımı açmazdım. Amma təəssüf ki, bunu deyən millətimizin vəkilidir. Uşaq pulu məsələsi mənə ona görə təsir etmir ki, Günay Ağamalı nə karədir ki, onun sözü ilə uşaq pulu məsələsi həll olunsun ya olunmasın. Güya verilsə də 50 manatdan artıq olmayacaq ki, hələ bir insanlar da tənbəlləşsin. Qurban olun, biraz obyektiv olun. Allaha and olsun, sizin bu çıxışınız istəyirsiniz güya yuxarıdakılara xoş gəlsin. Vallahi hökumətə də xoş gəlmir, məclis rəhbərliyinə də xoş gəlmir, partiyadaşlarınıza da xoş gəlmir. Bu danışıq çünki deputat danışığı deyil, qadanız alım. Görün nə vəziyyətdir ki, sizin sözünüzə aparıcı özünü saxlaya bilməyib şaqqanaq çəkdiyi, özünüz bilə-bilə yalan danışırsınız. Qadan alın, bundan sonra danışmayın.